Gəlin uşaqlar, biz bugün baxaq qan dövranına. Qan dövranı necə olur, neçə cür olur? Qan dövranı uşaqlar iki cür olur. Böyük qan dövranı və kiçik qan dövranı. Qətiyyən bunları uşaqlar əzbərləmirik, anlamağa çalışırıq və bu şəklin üzərində mən izah verəcəm sizə. Böyük qan dövranı, ümumiyyətlə bizim qan dövranımız ürəyin mədəciyindən başlayır. Böyük qan dövranına gəlin birinci nəzər salaq. Böyük qan dövranı 19-20 saniyə keçən bir proses sayılır. Böyük qan dövranı başlayır ürəyin sol mədəciyindən. Sol mədəciyin uşaqlar çıxan damara baxırsınız, fikir versəz, biz demişdik ki, ürəyin sol hissəsində olurdu arterial qan, sağ hissəsində isə olurdu venoz qan. Ürəyin sol hissəsindən çıxan damarın adı aorta damarıdır. Aorta damarı oksigenlə zəngin olan qan daşıyır, yəni təmiz qan daşıyır. Ürəyin sol mədəciyindən aorta damarı çıxır, aorta başa, qollara gedir. Daha sonra uşaqlar, baxın burada bütün daxili orqanlara gəlir. Mədəyə, bağırsaqlara, dalağa, həmçinin qarın artası vasitəsilə bütün daxili orqanlara, böbrəklərə, hər bir orqana gəlir. Gəlir, təmiz qan, bütün belə deyək, bədənə daşındıqdan sonra kapillyarlara keçir. Kapillyarlarda mübadilə prosesləri baş verir və mübadilə prosesləri nəticəsində oksigenlə zəngin qan çevrilir olur karbon qazı ilə zəngin qana. Burada qeyd edək. Karbon qazı zəngin olan çişli qana çevrilir. Və çevrildikdən sonra aşağı boş vena vasitəsilə və yuxarı boş vena vasitəsilə ürəyin gəlib sağ qulaqcığına tökülür. Bu olur mənim böyük qan dövranının prosesi. Böyük qan dövranında üst damar iştirak eləyir. Bir dənə aorta damarı iştirak eləyir, yuxarı boş vena və aşağı boş vena. Deyirik ki, böyük qan dövranında üst damar iştirak eləyir. Bunlardan bir damar təmiz qan daşıyır, iki damar isə çişli qan daşıyır. Bu olur mənim böyük qan dövranımın sxemi. İndi gəlin bura baxaq. Sol mədəcikdən başlayır, aorta, arteriyalara şaxələnir, kapillyarlara keçir və venalara keçirək sağ qulaqçığa gəlib tökülür. İndi baxırıq kiçik qan dövranına. Kiçik qan dövranı isə başlayır sağ mədəcikdən. Baxın, buradan başlayır. Kiçik qan dövranı sağ mədəcikdən başlayır. Sağ mədəcikdə olan qan çişli qandır, karbon qazı ilə zəngin qandır. Buradan başlanğıc götürən damarın adı nə adlanır? Ağciyər kötüyü adlanır. Ağciyər kötüyü uşaqlar hara gəlir? Deməli, gəlir ilk növbədə ağciyər kötüyü ağciyər arteriyalarına şaxələnərək daxil olur ağciyərin özünə. Ağciyər daxil olur və ağciyər alveollarında mübadilə prosesləri getdikdən sonra təmiz qana çevrilir kapillyarlarda və təmiz qana çevrildikdən sonra 4 ədəd sağ və sol ağciyər venaları vasitəsi ilə gəlib ürəyin sol qulaqcığına tökülür. Demək, kiçik qan dövranında uşaqlar neçə damar iştirak etmiş olur? Bir dənə ağciyər kötüyü, 4 ədəd isə ağciyər venası iştirak etmiş olur. Cəmi deyirsiniz ki, 5 damar iştirak etmiş olur. Bu damarlardan birində olur çişli qan, 4-ündə isə olur oksigenlə zənginləşmiş qan. Uşaqlar, burada istisna nədir? Biz məsələn həmişə deyirdik ki, vena damarları çişli qan daşıyır, arteriz təmiz qan daşıyır. Lakin ağciyər venalarında vena damarı sözünü görmüş olduğumuza baxmayaraq, bunlar uşaqlar təmiz qan daşıyır. Beləliklə, bu proses davam edir. Kiçik qan dövranı 4-5 saniyə çəkir, böyük qan dövranı isə deməli 10-12 saniyə çəkmiş olur.